Qurtardın kasıb macəralarından danışmağı. Nüşabə, sən niyə yekə qaşa yumruzava çörək götürmədin? Bu rahatdır da Fabir. Hazır doğranıb. Bir dəfə doğramağa vaxt itirməyək. Az bunun qarmışqası yoxdur o qıraqda. Onun ən ləzzətli yeri orada. Biz çox vaxt dedim sən ona görə nə qədər dava salırdı. Amma onu yemək istəyirdi. Bir də qulaq asın, sən gecələr azmırsan Nüşabə. O ki acdın gecə durdun, zavod çörəyin böldün ortadan. Qəşəng yarısını için belə pısaqla kəsdin, yağı doldurdun, pendiri doldurdun, uzandın kravata, telefonla oynuyor yedin. Bütün gecəndə o çörəyin qırıntıları bədənin orasına batır, burasına batır da. Qurtardın kasıb macəralarından danışmağı. Boşa arvadlar kimi bu ne kroklarda çıxarmısa Fazil. Baxma biraz da pensiya kartınız adını da düşər. Yığışdır onları. Eşitməmsən, kloplarla verirlər şey. Ava. Nənəsinə qoğal aparan sarı nənə klopu. Apteklərdən evə gəlib çıxmış sənət klopu. Adətən aptekdə birinci macərası başlayır, sonra bir-bir idarələri gəzir, notariusla. 35 plus bazara gedən xala klopu. Özə bunun arasında belə bükürlər Nüşabə, burada pul olur. Araq klopu. Arağı alıb çölə çıxanda heç kimin görməyin istəməyən adam bunun içinə qoyur. Bütün kloplarda nə olur? Bu qədər kroklar bizim neyimizə lazımdır görəsən. Hələ dayan Sən kimi endirim görəndə şoka düşən gənc qız kloku. Kloklar nəyə lazım qız? Sən lazım deyil klok. Yox, sən lazım deyil. Yox, lazım deyil. Onda gözlə gəl. Hara gedirsən Fazil?